Xoş gördük, hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Saray qəsəbəsində quru ərazidə satışa ev çıxarıldı 61 min manata. Paket kupçalı evdir. Evində kupçası var, torpağında kupçası var. 3 otaqlı evdir. Ərazi çox quru ərazi. Yerləşdiyi bir sarabı ərazi. Tərlan Şaldı sarayından dönəndən sonra gəlirsiniz biraz qabağa, bu Sumqayıt marşrutu keçir ha. Sumqayıt marşrutu keçən hissədir. Bir dənə məhləni göstərək, bax. Məhləni görürsünüz, bax, ağaclı, zatlı, yəni hasarlara baxın, qupquru ərazidir. Bir dənə buranı beləni də göstərək. Ümumi quru ərazidədir. Zəhmət yaxınlaşın. Deməli, mərkəzi kanalizasiyası var. Qaz, su, işıq sayğacları hamısı qaydasında olacaq. Özü də paket kupçalı evdir. 61 mindən də hələ endirim olunacaq. Bax, gözü trapı, darvazan, bir dənə trapı göstərin. Düz darvazanın qırağı ilə boya-boy trap qoyulub. Yaxınlaşın. Evimizin bir tərəfində ara məsafəsi var. Evimizin burası da yoldur. Sağ tərəfi yoldur. Yəni orada ev olmayacaq, ona görə sıxlıq, basılıq olmayacaq. Bu da evimin padvalıdır. Bir dənə padvalı göstərək. Diqqətlə baxın nəmişliyinə. Görün hələ bax, qupquru ərazidir bax. Özə betonla da istiraşq olunub, atmalar da qəşəng sıx-sıx atılmış evdir. Deməli, evimiz Tarsovka emusiyadır. Yeri belə tam etdi. Bax, bura qədər gəlirəm, görəsiniz. Normal maşın saxlamağa da yeri var. Biraz da hasarın qırağında ağac əkmək üçün yer qoyulub. Kombinin yeridir. Toku burada hazırdır. Qaz da bura hazır vəziyyətdə çəkilir. Neçə daş kürsülüdür? 2, 3, 4, 5 daş kürsülü. Gəlin zəhmət olmasa evə yaxınlaşın. Deməli, qardaş ev sahibi deyir ki, evi qoşadaş kubiklə çilib, 60-ın 40-a fundamentdir. Üstündən də 20-nin 40-a kəmərlər, ara divarlar da daxil olmaqla kəmərlərə belə evdə fırladılıb. Onun inşallah gələndə çəkilişini burada görəcəksiniz. 61 min manata 3 otaqlı evdir, paket kupçalı evdir. Yaxınlaşın. Bax, burada xüsusi işıqlar hamısı atliyenə ayrılıb. Gəlin buraya yaxınlaşaq qonaq otağına. Bax, bu qonaq otağıdır, yəni zalıdır. İnternet modeminə qədər hazır çəkilir. Pəncərəsi də böyük pəncərədir. Evin bir tərəfinə bax, belə dekor üçün 1 cürə boy vurulur, televizorun yeri buradadır. Qalan divarlar 1 cürə boydur. Yeri də laminatdır. Mətbəxə də bir dənə baxaq. Bax, bu da mətbəxidir. Görürsünüz, bax, mebel arası 2 yarım xəttin vurulub, sol divarına qədər vurulub. Qaz xəttinə qədər hazır çəkilir. Bütün nöqtələr, kanalizasiyası, hər bir şey qoyulur. Pəncərəsi böyük pəncərədir. Açanda bir dənə buradan həyəti göstərək. Bax, birbaşa öz həyəti görsənir. Yəni, işıqlı olacaq inşallah, bax bura. 61 min manata satışa çıxarılıb, qiymətində endirim eləyəcək ev sahibi. İndi yataq otaqlarına baxalım, görək onlar nə boydadır. Məsələn, bax, bu bir yataq otağıdır. Baxan otağı, bax, görürsünüz, kifayət qədər böyük yataq otağıdır. Burada da növbəti yataq otağı var. Burada da bir yataq otağıdır, baxın. Bax, burada bir yataq otağı. Ümumilikdə 3 otaqlı evdir. 61 min manatadır. Qiymətində endirim olunacaq. Paket kupçalı evdir. Bu da sanitar qovşağı. Bu da sanitar qovşağı. Bax, belə. İndi bura gəlin, zəhmət olmasa bir də izah edeyim sizə. Deməli, Saray qəsəbəsində Tərlan Şaldı sarayın yanından da düşmək olur. Panorama kurumundan, Seyf marketin yanından da düşmək olur. Ərazi quru ərazidir. Mütləq gələn kimi görəcəksiniz də bunu canlı. Qonşulara da baxacaqsınız evlərinizdə, həmdəvərə görəcəksiniz. Bu ərazi quru ərazidir. Qardaş özü ustadır, ev sahibi. İndi gələndə görəcəksiniz, özü sizə izah edəcək. Çəkilişinə qədər saxlayıb. Bütün hamısının üstünü, kəmər, otaqların üstünə qədər fırladılıb. Yəni, dörd bir tərəfi deyil. Ara kəsmələrə də 20-nin 40-a kəmər atılıb. Qoşadaş kubiklə çilib, fundamentli kəmərli evdir. Paket kupçalı evdir. Birbaşa qeydiyyata da düşə biləcəksiniz. Nağd çəçili yararlıdır, ipotekə də yararlıdır. Sağ olun.